Aradan illər keçib yenidən Gəncəmola qayıdıram. Gəlmişik outletə. Deyəsən outletin ən ucuz stendi buradadır. Sən Allah 5 manata satılan nədir gedək baxaq. Seç götür, hər biri 5 manat. Bax, şalvarlardır. İstədiyini götürürsən 5 manata. Jimmy K-də şalvarlar 29.90-adır var. Salam əleykum. Bu şalvarlar normalda neçə olub qiyməti? 132.90-dan düşüb 29.90-a. Bax, Tudors'da da yaxşı endirimlər var. Hətta 10 manatdan başlayır endirimlər. Millət axın-axın gəlir, axın-axın çıxır və alanlar da var. Hətta burada 8 manata da nəsə var yəni. Bax, Rodrigo'nun qalın qış geyimləri var 30 manata. Özə nəsə tapa bilirsən? Hamı nəsə axtarır. Da bilmirəm, nəsə tapa bilirlər yoxsa yox. Sən Allah bu ayaqqabının gözəlliyinə bax. Neçə düşsə yaxşıdır? 10 manat. Fikir ver. Bax, Rodrigo'da vetrovkalar var. 60-dan 70-dən düşüb 20-yə. Yəni normalda siz Rodrigo'dan 10 manata heç nə tapmazsınız. Amma outletdə tapmaq olar yəni. Hələ ayın 29-una qədər davam edəcək outlet. Ona görə də hələ vaxta var. Kinetix'in belə bir krasovkası var. Çox qəşəngdir də. 70-dən düşüb 50-yə. Bayaqdan baxıram, çox adamın əlində Gizia'nın paketləri var. Yəqin ki, burada da yaxşı endirimlər var. Outletdən biz də alış-veriş eləyirik. 80 manatdan 24 manata düşüb. Bax, bu Sabolar. Sabodur bu. Outletdən biz də alış-verişimizi etdik və çıxırıq. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.